Salam əzizlərim, xanımlar, yaxın əyləşin. Bugün güllərim haqqında sizin üçün video çəkirəm və baxın, maşallahlar olsun. Yaxşı hündür-hündürdür güllərim, hansı ki balaca-balaca idi. Güllər haqqında videolarım çoxdur mənim. Bugün də suallara cavabdır ki, güllərə necə qulluq edirsiniz, nə vaxt sulamaq olar. Ümumiyyətlə mən qruplarımda da deyirəm ki, güllərə su tökəndə cümə günləri su əlavə eləyin və dualarınızı edin. Çünki güllər həqiqətən də canlıdır. Həqiqətən inanın ki, canlıdır və onlar bizə deyilənlərə görə o birisi dünyada şahid duracaqlar ki, biz onları necə sevmişik, dil ağızları olmamağına baxmayaraq onları susuz qoymamışıq. Getdik o birisi güllərimi göstərim. Bu güllərin adını bilmirəm, adı nədir. Amma hansılığından asılı olmayaraq eynidir, yəni hündürlüklər də eynidir maşallah. Hansı güllərdən asılı olmayaraq torpağını təmiz saxlamalısınız. Tez-tez tərpətmək lazımdır ki, yaxşı nədir, hava getsin aşağısına. Gəldik əsas güllərə. Pul gülüdür bu. Adı pul gülü gedir. Deməli, yaxşı qulluq eləyəndə, evdə ümumiyyətcə pis əhval-ruhiyyə olanda, nəsə problem olanda güllər özünə çəkir və məhv olur. Amma təmiz saxlayanda, bax görürsünüz, aşağısı da, qumu da təmiz olmalıdır. Mən mağazin suyu ilə suluyuram, yəni krant suyu əlavə eləmirəm. Cümə günləri, bu isə jenskaya şəxsiyyət deyirlər, qadın xoşbəxtliyi bu gülə. Bunun qırmızı olanı da var, qırmızı deyirlər ki, müşskoya şəxsiyyətidir. Bu amma qadın xoşbəxtliyidir. Yarpaqlarını da təmiz saxlamalısınız. Və cümə günləri. Bu isə orxideyadır. Gözəl orxideyadır. Bu da palma gedir bu da. Amma ki, nədir, belə hələ ki çiçəkləyən zad görməmişəm. Yenə də deyirəm, təmiz saxlayırsınız və suyu, əsas məsələ nədir? Güllərinizin suyunu sulayanda güllərinizi, əlinizi vurun, qumu qupqurudursa sulayın. Nəmlik varsa sulamayın. Güllər belə şeyləri sevmir, mənim əzizlərim. Yəni mütləq onlara nəzarət edin. Mən necə? Mən cümə günündən cümə gününə amma baxıram, hansısa qurudursa əlavə edirəm. Yox, suludursa əlavə eləmirəm. Yəni sulamıram. Özdə o belə su fıskırdan var, bax onunla eləyin. Yarpaqlarına da olsun, sulayanda, torpağına da. Yəni bunlara mütləq əməl eləsəniz və cümə günləri mən güllərimi sulayanda onlarla qəşəng söhbət eləyirəm. Deyirəm, bax mən səni suladım. İnşallah ki sən də mənə dua eləyərsən. Yəni ki, bəlkə kimsə inana bilməz, amma mən inanıram ki, güllərə necə münasibət eləyirsənsə, o da sizə eləcə cavab verir. Evinizdə dərdi, problemi olanı varsa, inanın ki, güllər çəkir. Mən bunun dəfələrlə çünki şahid olmuşam. Bu haqda da danışdım əzizlərim. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.